Bugün Muharrem ayının Muharrem ayı ilə əlaqəli 6-cı məclisimizdir. Artıq bugündən başqa 3 günümüz qaldı. Bizim və 6-cı gün ayın 5-i Aşuradır. 3 məclisimiz qalıb və biz bir neçə gündür ki, Kərbəla və insan mövzusu ətrafında söhbət eləyirik. Söhbətlərimiz də Qur'an-ı Kərimin Əsr surəsinin ətrafında davam eləyir və hər gün Kərbəla insanının timsalında həqiqi insani keyfiyyətlər barəsində danışırıq. Mənim danışdığım bu mövzuların da hamısının bir-biri ilə əlaqəsi var, zəncirvarı əlaqəsi var. İndi mən izah edeyim o zəncirvariliyi sizə, keçim yeni mövzumuza. Biz yadınıza gəlir, birinci gün insanla əlaqəli bir söhbət eləyib, dedik ki, Kərbəla birbaşa insanlıq məktəbidir. Və dedik ki, insan gərək kamilləşmək arzusunda olsun, naqis qalmaq istəməsin, kamilləşmək arzusunda olsun. Və sonra dedik ki, insanın kamilləşməsi üçün gərək öz yolunu müəyyənləşdirsin, müəyyənləşsin, mən hara gedirəm, neynirəm, nəyəm. Və insanın bir yolda müəyyənləşməsi üçün də ali hədəf olmalıdır. Və ali hədəfdə də, dünənki söhbətimizdə dedik ki, ali hədəfdə də sabit qalmaq üçün, ali hədəf seçmək üçün gərək insanın özünün də səviyyəsi olsun. Bu söhbətlər hamısı bir-biri ilə əlaqəli idi və bugünkü söhbətimizdə biz səviyyəli olmaq üçün nə lazımdır izah eləyəcəyik. Səviyyə nə ilə bağlıdır? Səviyyə nədən törəyir? Səviyyəni yaradan şey nədir? Ona işarə eləyəcəyik. Bugünkü söhbətimizdə biz Kərbəla insanının bir insani keyfiyyətinə toxunacağıq. Kərbəla insanı insan olaraq ağıllı adamlar idi. Onlar öz ağıllarından düzgün istifadə etməyi bacaran insanlar idilər. Bax, bu sadaladığım bu keyfiyyət çox vacib insani keyfiyyətdir, ağıldan istifadə. Çünki müəyyənləşmək üçün də, ali hədəf seçmək üçün də, səviyyəli insan olmaq üçün də, insan öz ağlından düzgün istifadə eləməlidir. Bunlar o qədər mühümdür ki, insan öz ağlından düzgün istifadə eləməsə, indiyə qədər danışdıqlarımızın heç bir onda baş verməyəcək. Nə müəyyənləşə biləcək, nə səviyyəli olacaq, nə kamilləşəcək, nə ali hədəf seçə biləcək özünə. Biz Kərbəla şəhidlərinə aşiq deyə müraciət edirik. Aşiq. Amma sual vermirik ki, onlar niyə bu qədər aşiq idilər? Haqqa, həqiqətə, necə baş verirdi ki, onlar aşiq ola bilmişdilər? Aşiqliyin kökündə nə dayanırdı? Necə olmuşdu ki, onlar İmam Hüseynə aşiq ola bilmişdilər? Haqqa, həqiqətə, Allaha aşiq olmuşdular. Cavab sadədir, həm də çox dərindir. Çünki çox ağıllı adamlar idilər. Kərbəlayı biz eşq məktəbi deyirik. Bəli, elədir, eşq məktəbidir. Amma təkcə eşq məktəbi, Kərbəla həm də ağıl məktəbidir. Kərbəla ağılsız eşq məktəbi deyil. Kərbəla emosiyalardan ibarət bir məktəb deyil. Ancaq hisslərdən, hissləri təhrik eləyən bir məktəb deyil. Kərbəlada ağlın rolu eşqdən az deyil. Kərbəladakı eşqin özünü də yaradan ağıldır. O insanların ağlının səviyyəsi idi ki, o boyda aşıq idilər. Bir adamın ağlı, yəni mərifəti, tanımaq qabiliyyəti, düşüncəsi nə qədər çox böyüdüsə, o qədər də böyük aşıq ola bilir. O qədər də böyük hədəf seçə bilir, böyük səviyyə sahibi ola bilir. Ağıl bizim dinimizdə vazkeçilməz və alternativi olmayan bir dəyərdir. Elə bil İslam dini dünyada nəyə söykənibdirсələr, düşünmədən deyin, İslam dini söykənib ağla, məntiqə. İslam dininə görə din yolunda insan ağılla getməsə bir yerə gedib çıxa bilmir. Misal üçün bizim əqidədə təqlid icazəli deyil, əqidə məsələlərində. Fikri məsələlərdə təqlid eləmək olar. Əqidə məsələsində təqlid batildir. Nə deməkdir bu? Yəni, mənim atam
müsəlmandır deyə mən də onun müsəlmanam. Filan müştəhid deyir Allah var, mən də deyirəm Allah var. Bu batildir. Filan kəsə görə Allahı qəbul eləyirəmsə bu düz deyil. Bu batildir. Özün düşünüb fərqinə varmalısan. Allahın varlığını, məadın varlığını, qiyamətin varlığını, Qur'anın haqq olmasına özün qənaətə gəlməlisən. Göz açıb görmürsən hamı Qur'an oxuyur. Da neyniyim mən də Qur'an oxuyum, mən də Qur'ana hörmət eləyim. Yox, elə deyil. Sən özün müəyyən eləməlisən özün özlüyündə ki, bu Qur'ana hörmət eləməliyəm ya yox. Hörmətə layiqdir bu kitab ya yox. Özün öz şuurunla, ağlınla bu qənaətə gələ bilməmisənsə, səndə yaranan imanı sənin əlindən almaq çox rahatdır. Quran-ı Kərimdə ağıllı insan, ümumiyyətcə Quran-ı Kərimdə insanlara müxtəlif cür müraciətlər var da bilirsiniz. Cürəbəcür Allah insan deyir, cəmaat deyir, mömin deyir, kafir deyir, müşriklərdir və s. Allahın bir xitabı da var Quran-ı Kərimdə. Diqqət eləyin. Bəqərə surəsindən bir nümunə çəkim. 197-ci ayə. Uca Allah buyurur ki: "Vattaquni ya ulil albab." Ey ağıl sahibləri, məndən qorxun, məndən çəkinin, təqvalı olun. Diqqət eləyin. Ya ulil albab. Vattaquni. Allah əmr verəndən sonra gördünüz nə dedi müraciəti? Ey ağıl sahibləri. Bir ayə də oxuyayım sizə. Bəqərə surəsi 269-cu ayə. Buyurur ki: وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ. Ağıl sahiblərindən qeyri bunu heç kim dərk eləməz. Allah bir şeylərdən danışır, sonra deyir ki, ağıl sahiblərindən qeyri dərk eləməyəcəklər. Bu dediyim sözü. Görün, nə qədər mühümdür ağıl ki, Allah deyir, dərk etməyəcəksiniz sözümü. Deməli, Allahın sözünü dərk etmək üçün nə lazımdır? Ağıl. Ağlı işlətmək. Ağlı düzgün işlətmək qabiliyyəti varsa, adam başa düşəcək Allahın sözün. Bir nəfər qərbdə mən baxmışdım bu çıxışa. Ona bir sual verdi bir tamaşaçı. Dedi ki, birdən Allah öz sözlərini bizə bir cümlədə demək istəsəydi, sizcə nə deyərdi? Məsələn, bugün təsəvvürün bir peyğəmbər göndərir Allah. Bir kəlmə cümlə ilə bütün hər şey bizə deməlidir. Sizcə nə deyərdi? Gözəl bir sözdür. Dedim, məncə Allah bizə deyərdi ki, heç bir məni düz başa düşmədiniz. Məni düz anlaya bilmədiniz. Ağıl sahiblərindən qeyri heç kim Allahı düz anlaya bilmir. Ona görə adam tanıyıram mən, Quranı oxuyur, ateist olur. Deyir, mən Quranı oxumayana qədər mömin idim, namaz qılırdım. Oxudum Quranın tərcüməsini, oldum ateist. Mübarəkdir. Niyə ateist oldun? Ön yarğı ilə, qərəzlə oxunan Quran səni ateist eləyəcək. Söz yox. Çünki Quran sağlam ağılla oxulan zaman insanı hidayət eləyə bilər. İnsan qərəzsiz, sağlam, azad düşüncə ilə baxsa Qur'an-ı Kərimə həqiqəti tapar. Ali İmran surəsində Uca Allah buyurur ki: İnnə fi xalqis səməvati vəl-ərd və ixtilafil leyli vən-nəhar ləayətin lil əlbəb. Buyurur, həqiqətən göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün nişanələr var. Yəni, ağlı olan, ağlın işlədən baxacaq yaradılışa, göyün, yerin yaradılışına, gecənin gündüzü əvəz eləməsinə Allahı tapacaq. Başa düşəcək ki, bu nişanələri Allahdan qeyrisi yarada bilməz. Ağıllı adam bu harmoniyaya baxıb Allah'a görə bilmirsə, deməli, nöqsan hardadır? Harmoniyada yox. Harmoniya Allahdan danışır. Harmoniya Allahdan danışır. Bir filosofun sözü idi, dedim, ağaca ki, mənə Allahdan danış, çiçək açdı, gül açdı. Yəni, hər il təbiətin oyanması, bu gözəlliklər, bu rəngarənglik, hamısı yığılıb Allahdan xütbə eləyir bizə hər gün. Hamısı car çəkir ki, Allah var. Bunu başa düşə bilmirsə insan, deməli, ağıllı deyil. Ağlından düz istifadə eləyə bilmir. Quran-ı Kərimdə bir ayə oxuyayım sizə, bir dənəsində. Maidə surəsindədir bu ayə, 58-ci ayə. Bir dəstə insandan danışır, diqqətlə qulaq asın, çoxuna da şamildir bu.
İndi görəcəksiniz. Buyurur: "Və izə nədəytəhum ilə əs-salati vəttəxəzuha huzuvan və lə'ibən." Buyurur ki, "Və izə nədəytum", onları çağıran zaman, iləs-salati vəttəxəzuha huzuvan və lə'ibən, onları namaza çağıran zaman onu lağa qoyarlar və oyun oyuncaq hesab eləyərlər. Bir dəstə insan da deyir, namaza dəvət eləyirsən, namazı oyun oyuncaq eləyirlər və ələ salırlar, hörmətsizlik eləyirlər. Niyə? Allaha sual veririk biz, ilahi, niyə görən belədir? Cavabın Allah gecikmədən davamında buyurur: "Zəlikə bi'annahum qavmun la ya'qilun." Bu ona görədir ki, onlar ağılsız qövmdülər, ağılsız dəstədilər. Ağılların işlətməyən insanlardır. Ağıllı adam namazı ələ salmaz. Ağıllı adam namazdan qaçmaz. Ağıllı insan onu kimsə hidayətə, Allah yoluna dəvət eləyəndə ələ salmaz. Hoydu-hoyduya götürməz. Ağıllı insanın əlamətidir ki, onu düzə dəvət eləyəndə belə eləməz. Allah buyurur, çünki ağılların işlətmirlər deyə, onları kimsə düz yola dəvət eləyəndə belə ifadələr işlədirlər namaz haqqında. Bir var, adam desin ki, istəyirəm gəlmək. İndi qismət olsun, mən də qılacam. Baxıram, sizə xoşum gəlir. Mən də Allah dua eləyim, mən də gəlim namaza. Bir də var, ələ salır namazı və ya namaz qılanı. Bəzən yadınızda qalsın, sözlərin Allaha cəsarət edib deyə bilmirlər, acıqların dindardan çıxırlar bəziləri. Əsəbin, Allaha olan əsəbin tökür dinin üstünə, dindarın üstünə daha doğrusu. Ona görə də, Qur'ana görə, indi bir nəticə çıxardaq, Qur'ana görə həqiqəti qəbul etməyin, bax buna xahiş edirəm, bir xüsusi diqqətlə qulaq asın. Qur'ana görə həqiqəti qəbul eləməyin əsas səbəblərindən biri ağıl, həqiqəti inkar etməyin əsas səbəblərindən biri ağıldan düzgün istifadə eləyə bilməməkdir. Ağıl həqiqətin birbaşa üstünə gedib çıxır. Ağlı sərbəst qoysaydılar dünyada, ağıl həqiqətə yapışacaqdı. Çünki ağılla həqiqət həmahəngdir, mütənasibdir. Batillə ağıl isə bir-birinə tərs mütənasibdir. Kərbəla insanı ağıllı olmasaydı birdən, İmam Hüseynin tərəfində ola bilməyəcəkdi. Bu qaydamızdır bizim. Bu mümkün belə deyildi. Ağılsız insanın İmam Hüseyn yanında qalması qeyri-mümkün idi. Sual verirəm sizə ki, niyə görə Kərbəlada İmam Hüseyn əleyhissalamla qarşı-qarşıya gələnlər çox alçaq işlərə imza ata bildilər? Niyə məsələn 6 aylıq körpəni öldürə biləcək qədər, niyə 6 aylıq körpəni öldürə biləcək qədər alçala bildilər? Səbəbi nədir sizcə? Heç özünüzdə düşünmüsünüz? Müxtəlif növ səbəbləri var. O səbəblərdən də biri budur. Mən indi Qur'anın bu sualımıza Qur'an vasitəsilə cavab verim, diqqət üzü məndə olsun. Allah buyurur ki, qoy bu ayəni oxumamışdan əvvəl sizə bir söz deyim. İmam Hüseyn əleyhissalamın, onun yar-ı ənsarının qatillərinə nə gözlə baxırsınız? Xidmətçilərdən xahiş edirəm, çox tərpənməyin də xahiş edirəm. İmam Hüseynin qatillərinə biz hansı gözlə baxırıq? Alçaq gözlə. Ən yüngül seçə biləcəyimiz ifadə budur. İndi mən sual verirəm, niyə bu qədər alçala bildilər? Quran cavab verir. Quran buyurur ki, İnnə şərrəd-davvabi indəllah, Allah qatında, Allah yanında canlıların ən pisi, ən alçağı, əs-summul bukmu əllezine la yaqilun. O kəslərdir ki, görmürlər, eşitmirlər, ağıllarında işə salmırlar.
Niyə Kərbəlada o cinayətləri törədə bildilərsə, cavabı budur. Görmədilər, eşitmədilər və ağıllarını da işə salmadılar. Nəyi görmədilər? İmam Hüseyn kimi şəxsiyyətin, səviyyəsinin, dəyərin. Nəyi eşitmədilər? İmam Hüseynin dediyi sözləri. Nəyi düşünmədilər? Kimi öldürdüklərini, nə etdiklərini. İnsan ağlın işə salmayan zaman bax belə şər varlığa çevrilə bilir. Bu Allahın öz sözü idi ki, Allah qatında ən pis canlı ağılsız adamdır. Ağılsız varlıqdır. Diqqət eləyin Qur'anın, dinin ağla verdiyi önəmə. Görün nə qədər Qur'an ağılla əlaqəli məsələlərə bizim diqqətimizi çatdırır. İnsanlar düşünsəydilər, ağılların işlətsəydilər, 3-5 manata görə dinlərin bərbad eləməzdilər. Ağlın işlədə bilməyən insan 3-5 manata görə dinin bərbad eləyir. İstənilən bir pis işin arxasında mütləq ağılsızlıq dayanır. İstənilən cinayətin arxasında mütləq ağılsızlıq dayanır. Günah bilirsiniz nədir? Günaha bir tərif verək. Bu mövzudan çıxarış eləyərək. Günah ağılsız insanların əyləncəsidir. Ağıllı insan günahı özünə əyləncə seçməz. Harada ağılsız adam var, görərsiniz günahla əylənir. Günah vasitəsilə əylənmək ağılsızlıq əlamətidir. Və ağıllı insanı çaşdırmaq çətindir. Onu səhv olan bir şeyə inandırmaq mümkün deyil. Səhv olan bir işə vadar eləmək mümkün deyil. Bəzən təəccüb eləyirlər ki, axı necə olur ki, Kərbəla hər il bu qədər coşqu ilə yad olunur. Bu bir təəccüb eləyirlər bəzən buna. Amma mən bir cavab deyim. Ağıllı insan Kərbəlanın bu qədər coşqu ilə yad olunmasına təəccüblənməz, olunmamasına təəccüblənər. Ağıllısansa, Kərbəlanı tanısan, yad olunmasa təəccüblənərsən ki, niyə yad olunmur belə hadisə? Ağıllı insan təəccüblənmir. Çünki ağıllı insan başa düşür ki, burada qeyri-adi heç nə yoxdur. Nəsə pərdə arxası bir şey axtarmır. Bəziləri pərdə arxası nəsə axtarırlar həmişə. Düşünürlər ki, nəsə bir alt səbəb var. Pərdə arxasında bir səbəb var ki, Kərbəla bu qədər yaşayır. Sanki kimsə bütün insanlara nəsə bir sehr oxuyur, nəsə bir qeyri-adi iş eləyir, ya pul paylayır. Məsələn, nəsə olur ki, bu Kərbəla yaşayır. Amma qeyri-adi səbəb axtarmaq lazım deyil. Kərbəla kimi bir hadisənin xatırlanması ağlın tələbidir. Ona görə xatırlanır. Ağıl bunu tələb eləyir deyə xatırlanır. Və yaşamasına səbəb də ağıllı insanların tərəfindən yaradılmasıdır. Kərbəlada ağılsız, axmaq adamlar iş görsəydilər, nə qədər axmaq adamlar döyüşüb qırıb bir-birini. Birisi dünyada nə qədər davalar olub belə, ərəblərin içində elə. Səhərdən axşama ərəbin işi gücü bir-birini qırmaq olub. O tayfa bu tayfanı qırıb, bu nəsil o nəsillə vuruşub. Peyğəmbər gəlib onları güclə barışdırdı. Səhərdən axşama qırırdılar bir-birlərin. Qan davası onlarda ürəkviz istəyən qədər var idi. Bəs niyə o qədər davaların heç biri xatırlanmır? Çünki ağılla yaranmış davalar deyildi. Ağıl vasitəsilə yaranmamışdı. Hamısı axmaqlıqdan yaranmışdı deyə. Ağılla yaranan dava, ağılla yaranan hadisə qeyd olunur həmişə. Ağıl əsaslı hadisə qeyd olunur həmişə. Ağla əsaslanan bir hadisənin də hər il qeyd olunması tam normaldır. Kərbəladakı hər detalın ağılla, məntiqlə mütləq bir izahı var. Mütləq. Və zaman da biz bu izahları eləməyə çalışırıq. Kərbəlada İmam Hüseyn tərəfində nə baş veribsə, hamısı ağılla əsaslandırıla biləcək qədər məntiqə söykənmiş hadisələrdir. Və biz Kərbəlaya baxanda görürük ki, Kərbəlada ağla zid, təsadüfi heç bir davranış yoxdur. Sadəcə ola bilər ki, mənim ağlım Kərbəlanın həqiqətini dərk eləyə bilməz. Mənim ağlımın səviyyəsi çatmaz Kərbəlanın həqiqətlərini başa düşməyə.
Bəzi insanlar öz ağılların ancaq pulu necə qazanım deyə yolunda o qədər istifadə ediblər ki, və bu yolda istifadə olunan ağıl o qədər zəifləyib ki, mənəvi yönlü məsələləri başa düşməyə çətinlik çəkirlər. Mənəvi yüklü hadisələri anlamağa çətinlik çəkirlər. O qədər material yönlü düşünür insan ki, o qədər al, ver, verim, al, bu cür düşünür. Bunu gələ, onu və mənə. O qədər məntiqdə beyin ancaq belə işləyir ki, ona görə də danışanda ki, bir mənəvi keyfiyyət gözün döyür, baxır ki, necə ola bilməz. Belə şey olmur. Qalır matməddəl, başa düşə bilmir. Necə ki, bəziləri Peyğəmbəri buna görə başa düşə bilmirdilər. Peyğəmbər gəlirdi, hardan danışırdı, bunlar hardan? Əli əleyhissalam çıxırdı minbərə, deyirdi ki, mənə sual verin, cavab verim. Gözləyirdi ki, kimsə Əli əleyhissalamdan bir elmi bir sual soruşacaq, dərin bir sual soruşacaq. Dururdu bir başdan xarabın biri, deyirdi ki, saqqalımda nə qədər tük var, deyə bilərsən. Əli əleyhissalam da cavab verirdi, deyir, sən saqqalımdakı tükündə sayın deyərəm, o tükdən asılan şeytanların da sayın deyərəm. Amma bu sual deyil axı. Yəni sən Əli kimi bir elm dəryasından bu qədər bəsit bir sualı soruşacaq qədər axmaq adamsansa, deməli, beynin ancaq işləyib material yönlü. Ağıl o deyil ki, insan pislə yaxşını ayırd eləsin. Bəzən biz elə başa düşürük ki, ağıl pisi yaxşını ayırd eləmək üçündür. Yox, bu ağla təhqir deyə deyəsən ki, ağıllı adam o adamdır ki, bilir pis nədir, bilir yaxşı nədir. Məsələn, ağıllı adam o adamdır ki, bilir ki, oğurluq pisdir, düz söz danışmaq yaxşıdır. Sizcə bu ağıllıdır. Vallah bunu ən belə savadsız uşaq da başa düşə bilir bəzən. Ağlı zəif uşaq da başa düşə bilir. Ağıl odur ki, pislə yaxşını ayırd elə bilmək deyil ağıl. Ağıl nədir bəs? Ağıl odur ki, pisə çevrilməyəsən. Ağıl odur ki, yaxşı qala biləsən. Pislə yaxşını ayırd eləmək yox ha. Pis olmayasan, yaxşı qalasan. Bu da ağıl. Ağıl odur ki, səni pisdən uzaq eləsin, səni yaxşıya yaxın eləsin. Pis işləri görən gəncdən soruşsun ki, məsələn, narkotiklə məşğul olan gənclərimiz, Allah hamısını islah eləsin. Onlardan soruşanda ki, niyə bu işi görürsən? Yaxşı işdir, budur, yox, pis işdir. Və pis işdirsə, niyə eləyirsən? Səbəb nədir? Ağlın gücü çatmırsa səni bir pis işdən uzaq eləməyə, demək sən ağıllı deyilsən. Ağıllı adam o deyil ki, bilir narkotik pisdir. Ağıllı adam odur ki, o pisi eləmir. Ağıllı adam bu qədər sadə tərifi var. Ağıllı adam yaxşı söz danışan adam da deyil. Biz səhv salmayaq. Yaxşı sözü ağılsız adam da bəzən danışa bilər. Hiləgər adam da danışa bilər. Yaxşı sözü. Ağıllı adam yaxşı söz danışan deyil, özü yaxşı olandır, özü. Quran Mülk surəsində bir ayə buyurur. Oxuyum Uca Allahın ayəsini sizə. Buyurur ki, Mülk surəsi 10-cu ayədə buyurur. Və qalu. Bu kimdir və qalu deyən? Yəni deyəcəklər. Deməli, Allah cəhənnəmə düşən adamların dilindən bizə bir ayə nəql eləyir. Çaşıb deyəcəkdim ki, gedib görərik, Allah eləməsin gedək. Cəhənnəmə düşən adamların dilindən bir ayə nəql eləyir. Buyurur ki, və qalu, onlar deyərlər, ləv kunnə nəsmə'u, əv nə'qilu, mə kunnə fi əshabis sa'ir. Onlar deyərlər, əgər dinləsəydik və ağlımızı işlətsəydik, cəhənnəm əhlinin arasında olmazdıq. Gördünüz? Allahın ayəsindən artıq nə söz tapacaqsınız? Gör, Quran necə gözəl bəyan eləyir. Yəni, ağılsız adamlar gedib çıxacaq cəhənnəmə. Nə dedi cəhənnəm əhli? Birdən biz də dinləyib, dinləsəydik onları və ağlımızı işlətsəydik, bura gəlib çıxmayacaqdıq ki biz. İnsanı bədbəxt eləyən səbəblərdən biri nədir? İnsanın bəzi həqiqətləri bilib, onların haqqında düşünməməsi, onlara əməl etməməsi. Ağıllı adam rahat oturub başa düşər ki, çox rahat. Məsələn, ağıllısan sən. Ağıllı adam rahat oturub başa düşər ki, adam 5-3 manata görə adam öldürməz. O ki, qala imam öldürmək.
Bunu ağıllı adam başa düşə bilir də, rahatdır da başa düşmək. Çətin bir şey deyil axı. Ona görə də Allah Rəsulu buyurur ki, ağılsız adamda din axtarmayın. Ağıllı olmayanın dini də olmaz. Bu Peyğəmbərimizin sözü. Bir adam axmaqdırsa, ağlı yoxdursa, din axtarma. Çox da ki, Kərbəla yolları mazol eləyib. Düşüb qalıb ümrədə, düşüb qalıb, mən nə bilim, pirlərdə, orada burada. Yox, axtarma. Düşünmürsə, hara gedir, niyə gedir, nə üçün gedir, ora nədir, hədəf nədir, din nədir? Ona görə də insan, Peyğəmbər buyurur, ağıl yoxdursa, din yoxdur. Ağlı yoxdursa, bu adam təfəkkür eləyə bilmir, məlumatı yoxdur, biliyi yoxdursa, dini də yoxdur bu adamın. Hədislərdə var ki, ağıl daxili Peyğəmbərdir. Sözə baxın bir dənə, ağıl daxili Peyğəmbərdir. İmam Baqir əleyhissalam buyurur ki, ağılsızlıq kimi bir müsibət yoxdur. Ağılsızlıq kimi bir müsibət yoxdur. Əmir əl-Müminin Əli əleyhissalam da buyurur ki, müminin ən birinci dostu gərək onun öz ağlı olsun. Özü. Müminin dostu ağlı deyilsə, o ən axmaq adamlarla oturub duracaq, onların dediyini dinləyəcək, onların dediyinlə hərəkət eləyəcək. Müminin ilk növbədə dostu ağlı deyilsə, yəni müminə yön verən, birinci növbədə onun ağlı deyilsə, o hər küləyə əsəcək. Bəzi müsəlmanları niyə radikal eləyə bilirlər? Rahat radikal eləyirlər. Niyə belinə bağlayıb bombanı gedib insanı öldürüb, bədbəxt elə hesab eləyir ki, cənnətə gedir? Sizcə səbəbi nədir bunun? Ağıl yoxdur deyə. Ağlı olmayan müsəlmanı idarə eləmək bilsin nə rahatdır. Bu fürsətdir bəziləri üçün. Nə qədər axmaq müsəlman çox olsa rahat idarə eləyəcək. Ondan rahat kamikadze düzəldəcək, radikal insan düzəldəcək, onu ürəyi istəyən formada aparıb, ürəyi istəyən istiqamətdə istifadə eləyəcək, terrorçuya çevirəcək. Fikir verirsiniz, bugün dindarlar çıxıb ortalığa. Ay kişi, dindar oturub şəkərbura ilə mübarizə aparır. Qurban olum sənə. Ruhani çıxıb şəkərbura yeyib-yeməməyin haram olub olmamasından danışır. Gör, nə günə salıblar bu dini, din gəlib. Saqqalı, başlı adam gəlib oturub şəkərbura yeyib-yeməməkdən danışır. Axmaq adam İslamı qəbul eləyəndə bu gün də olur. Bütün milli dəyərlərimizə qarşı çıxırlar. Bir adam ki, axmaqdır, dini qəbul eləyibsə, o dindən hər şeyi vuracaq. O bir söz var, deyir, əgər sənin əlində çəkic varsa, hər şeyi mismar kimi görəcəksən. Bunlar dini, bunların əlinə çəkic kimi veriblər, cəmaatı döyəcləmək üçün. Hamını kafir bilirlər, özlərindən qeyri heç kimi bəyənmirlər. Belə adamlar gəlmişdi İmam Hüseyni öldürməyə. O hətta idilər ki, çıxdı bir nəfər qabağa İmam Hüseynlə söhbət eləməyə. Aşura günü olub bu söhbət. Çıxdı bir nəfər qabağa, İmam Hüseynə bilirsiniz nə dedi? Dedi, tövbə elə ginən, sən gəlmirsən Yəzidlə müharibəyə. Axmaqlığın dərəcəsinə bax. İmama kimə deyir qarşı çıxdığına görə tövbə elə. Gör, dünyanın harasına gəlib çıxmışdı. Müsəlmanlar dini nə ağılla qəbul eləmişlər, bilmirəm. Adam gəlib imama deyir, tövbə elə ki, Yəzid kimi bir Əmir əl-Mömininə qarşı çıxmısan. Ona görə də İmam Əli buyurur ki, müminin birinci dostu ağlı olmalıdır. Sənin ilk dostun, ilk sənə yön verən ağıl deyilsə, səni hara istəsələr dində apara biləcəklər. İmam Əlinin dilindən bir suala cavab vermək istəyirəm. Bəs yaxşı, ağıllı insan kimdir? Necə tərif verək ağıllı insana? Qısa Əmir əl-Möminin buyurur. Ağıllı insan keçmişdən ibrət alandır. Keçmişdən ibrət alır. Yəni, ağıllı insanın tərifi odur ki, keçmişin hadisələrindən nəticə çıxartmağı bacarsın, ibrət almağı bacarsın. Allah niyə Qur'an-ı Kərimdə keçmiş qövmlərin taleyindən danışır? Üzr istəyirəm, boşluğu doldurmaq üçün, kitab əmələ gəlsin 600 səhifə deyənə, elə hadisələrdə də danışır bir-birinin dalıcı xeyr. Allahın bütün keçmiş qövmlərin başına gələn hadisələrdən bizə danışmaqda məqsədini Quran ilə özü buyurur. Nəticə çıxardasız, ibrət alasız deyə, düşünəsiz deyə. Ağlımızı işlədib, nəticə çıxardıb, onların elədiyini təkrar eləməyək deyə Allah bizə Quran-ı Kərimdə qissələr danışır. Nuhun qövmü belə oldu,
Yunusun qövmü belə oldu, Hudun qövmü belə oldu. Belə elədilər, belə də oldu. Yəni nəticə çıxardın da insanlar. Siz də elə olsaz belə olacaq. Ağıllı insan başqalarının səhvindən özü üçün nəticə çıxardır. Axmaq adam öz səhvindən də nəticə çıxarda bilmir. İmam Sadiq əleyhissalam buyurur ki, bir dəfə bir mübahisə düşdü İmam Sadiqin huzurunda. Başladılar ağıllı insanın tərifini verməyə. Biri dedi belə, o biri dedi elə, bu biri dedi belə. İmam Sadiq sakit idi, dayandı. İmamlarımız həmişə bizim belə olublar. Sözü bir dəfə deyiblər, nöqtəni qoyublar. İmam Sadiq başını qaldırdı, bir kəlmə söz dedi. Dedi, ağıllı insan odur ki, bir səhvi ikinci dəfə təkrar eləməsin. Sözün dəyərinə bir zəhmət olmasa baxın. Bir səhvi iki dəfə təkrar elədisə ağlı zəifdir. Ola bilər insan birinci dəfə təcrübəsizlikdən bir səhv eləyər. Amma ikinci dəfə də həmin səhvi təkrar elədirsə, deməli artıq bu ağılsızlıqdandır, təcrübəsizlikdən deyil, bilgisizlikdən deyil. İmam Sadiqin bir sahabəsi gəldi, ondan soruşdu ki, ağıl nədir? İmam buyurdu, ağıl o şeydir ki, onunla cənnəti qazanırsan. Sahabəsi dərhal soruşdu, zirək adam idi. Dedi, bəs Muaviyə də ağıllıydı axı, niyə o cənnəti qazana bilmədi? İmam Sadiq cavab verdi ki, Muaviyədə olan ağıl deyildi, hilə idi. Hilə ağla oxşasa da, amma ağıl deyil ha. İmam buyurdu ona. Hilə ilə ağlı səhv salmayın. Biz kimə zirək deyirik? Mən adam tanıyıram ki, ata oğluna misal çəkir onu, deyir, buna bax, filan kəsin uşağına zirəkdir. O zirək dediyi adam var, ha, kənddə atmadığı adam qalmayıb. Ona atıb, bunu aldadı, bunu badalaq gəlib, ona orada borcu var, buna borcu var. Nə var, biraz maşını bahalıdır deyə ata oğluna misal çəkir. Filan kəsin uşağına bax, zirəkdir. O zirək dediyin adam zirəkdir filan deyilə, hiləgərdir, saxtakardır. Sən saxtakarı oğluna misal çəkirsən, ağıllı adı ilə, nə var, bahalı maşın sürür. Ya nəsə bir bahalı vəzifəsi var. Hiləgər insanla ağıllı insanı qarışdırmayaq. İmam Sadiq əleyhissalam da buyurur ki, onda olan ağıl deyildi, hilə idi. İmam Əliyə də gəldilər, sual verdilər ki, necə edək ağıllı insan olaq? Bu da qəşəng sualdır. İmam da gözəl cavab verir. Bu cavabı xüsusən gənclərimiz dinləsin. İç özüm qarışıq, bizə aiddir. Necə edək ağıllı insan olaq? Ağa cavab verdi. Boş, mənasız söhbətlər və puç işlərdən uzaq olmaqla. Ağıllı adam belə olur. Nə boş şey gördünüz, mənasız şey gördünüz, sizə heç bir faydası olmayan işlər gördünüzsə uzaq olun. Onlar sizin ağlınızı körşaldacaq. Ağlın düşüncə qabiliyyətini zəiflədəcək. Mən bəzən otururam, düşünürəm, deyirəm ki, qardaş, olur insan görsən, deyirsən, valla, bu adam 3 ildir minbərin yanında oturur, qulaq asır mənə. Bu niyə bu səhvləri buraxır axı gedir yenə? Yox. Gəlsin laf 3 il yox, 133 ildə burada otursun. O ki, o dostlarla oturub durur, boş, mənasız söhbətlər səhərdən axşama eləyir. O burada nə danışıramsa danışım ona, onun ağlı bu danışılanları qavraya bilməyəcək. Çünki o qədər boş şeylərlə beynin məhv eləyib ki. O qədər mənasız şeylərə gülüblər, oturub mənasız söhbətlər eləyiblər, heç bir bilgi daşımayan, əhəmiyyətli bir mövzu olmayan məsələləri müzakirə ediblər öz aralarındakı. O adam nəyi başa düşəcək ki? Nə olsun ki, burada oturur, qulaq asır? Nə olsun ki, məclisə gəlib gedib? Nə olsun ki, mənə harasa gedib gəlib? Heç bir önəmli deyil bunların. Önəmli odur ki, o qədər boş, mənasız iş görəcəksənsə, sənin ağlın körşalacaq, Əmir əl-Möminin buyurur. Ağlın zəifləyəcək və həqiqətləri dərk eləyə bilməyəcəksən. Bütün günü nadan adamlarla oturub duran, onları özünə həm söhbət eləyən bir adam, heç bura gəlib mənim yox, bir başqa ruhaninin də söhbətinə qulaq asa bilməz. Niyə? Acığı gələcək məndən həm də. Bilirsiniz niyə? Ağılsız adam oturub qulaq asanda, mən buradan söz deyəndə, görəndə ki, o xəta onda var, o elə başa düşür ki, mən onu ilişirəm. Ağılsız adam belə başa düşür. Ağıllı adam deyir ki, bu sözü dedi, bu məndə var, çalışın bunu düzəldim. Çalışın bunu bərpa eləyim, bu məndə olmasın. Ağılsız adam deyir, oturub mənə söz atır. Ağılsız adam elə başa düşür ki, mənim işim gücüm qutarı, buna söz atıram. Ağıllı adam da gəlir deyir ki, yox,
Nə deyəcəklərsə gəlir insan, bax, məsələ belə gəlir insan ki, gedirəm tərbiyə olunmağa. Gedirəm, yağdırsın mənə, kaş elə məndən danışsın, kaş elə xətib bütün sözün mənə desin, üzün tutsun mənə desin. Ki, filan kəs, bax, sənin ama, səndə bu var, eləmə belə, bu cür olma, bu cür olma. Axmaq adam gəldir, gedim görüm orada kimlə danışacaqlar. Kimə bugün söz deyəcək. Ona görə də geçdə zincir. İnciməyi də normaldır. O qədər meyxanaya qulaq asıblar ki, minbərlə meyxanaya da səhv salıblar. Meyxanada bir-birinə söz atırlar, elə bilir ki, minbər də o gündədir. O qədər ağıl meyxana ilə bərbad günə düşüb ki, o qədər boş-boş, mənasız şeylərə qulaq asıblar ki, ona görə də elə başa düşür ki, minbər də onların tayıdır. Ona görə də bilikli adam əlinizə düşəndə istifadə edin, xahiş edirəm. Bir dənə elmli adam düşdü əlinizə, kitabdan, elmdən məlumatlı bir adam düşdü, bir professor gördünüz, tanışınız, bir elmlər namizədi gördünüz, bir dosent gördünüz, bir maraqlı insan gördünüz, istifadə edin. Allah kəndimizin ağsaqqallarından idi, Hacı Bala Mirzə əmini rəhmət eləsin. Bu məscidə gəlirdi, biz uşaq idik. İlahi, o gələndə şəxsən mən özümə deyirəm, nə qədər sevinirdim. Niyə sevinirdim? Təzə söz eşidəcəm. Yeni məlumat danışacaq. Adam universitetdə dərs deyirdi də, alim adam idi. Hər ağzın açırdı, gözəl məlumat deyirdi bizə, özü gözəl nəsihət tonunda, yumuşaq, qəşəng, biraz mənə kimi belə sərt danışmırdı. Bəlkə də biraz qalsaydı məsciddə, o da mənə kimi belə danışacaqdı. Allah ruhun şad eləsin. Sözümün canı budur ki, yəni bir bilikli insan düşürdü əlimizə, sağ olsun, gəlirdi məscidə, yadıma gəlir ki, hamı sual verirdi, öyrənməyə çalışırdıq. Bax, belə inkişaf edir cəmiyyət. Əlinizə bir dənə bilikli adam düşən kimi yanında lağlağı eləməyə əvəzinə soruşun, öyrənin, bir onu söhbətə qarışdırın, çəkin söhbətə, açın dərinliyini, çalışın, danışsın, töksün içindəkiləri sizin üçün. Siz də o töktükcə, o danışdıqca yığın da. Belə inkişaf edir insan. Yoxsa elə vallahi İmam Sadiq əleyhissalam buyurur, alim, deyir İmam Sadiq buyurur ki, mənim yazığım gəlir o alimə ki, cahillər arasındadır. Cahillər arasında olan alim qəribdir. Gəlir düşür cahilin arasına görür, fəzaya bax, bu nə day Allah? Hara düşmüşəm mən? Ona görə alim əlimizə düşən kimi istifadə eləyək. Bizim deyirlər, ağıllı adam həmişə öyrənməyə çalışır, öyrənməyə. Ağılsız adam öyrətməyə çalışır. Ağılsız adam ağzını açsın, başlayacaq sənə nəsə istəyir öyrətsin. Ağıllı adam, fikir verirəm mən bəzilərinə, mənlə danışır, həm də istəyir nəsə öyrənsin. Ağıllı insan əlamətidir bu. Özün öyrənmədən nəsə öyrətməyə çalışmaq ağılsızlıq əlamətidir. Bizim dini camiyənin də evin həmişə öyrənmədən danışanlar yıxdılar. İmam əleyhissalam buyurur ki, ağıllı insan o kəsdir ki, ürəyi bir şeyi istəyəndə onun xeyrin və ziyarını nəzərə alar. Mənim ürəyim bu şeyi istəyir eləmək, ürəyim istəyir eləyirəm, ya Allah, yox bu deyil, bu ağıllı adamın işi deyil. Ağıllı adam belədir, ürəyim istəyir, çox da istəyir, dayan bir dəqiqə. Ürəyivə deyəsən ki, dayan, ay mənim nəfsim, ay mənim, məsələn, ürəyim, sən bu şeyi istəyirsən, dayan. Görək hələ bu şey sənin ziyanıvadır ya xeyrüvədir? Bir gənc hər ürək istəyən işlə qarşılaşanda özünə belə sual versə müdrikləşəcək. Niyə müdrikləşmirik? Ürəyimiz istəyən şeyi anında yerinə yetirmək istəyirik. Bugün gənclərə bir şey təlqin edirlər, psixoloji motivasiya adı ilə sırayırlar beynimizə. Həyata bir dəfə gəlirik, ürəyiniz istəyən kimi yaşayın. Bu məhv eləyir gəncliyi. Necə yəni həyata bir dəfə gəlirik, ürəyiniz istəyən kimi yaşayın? Bəli, həyata bircə dəfə gəlirik, bu doğrudur. Amma hər ürəyimiz istəyən şeyi eləmək bizi heyvanlaşdırır. Üzr istəyirəm, insan çevrilir heyvana. Heyvan deyə ürək istəyən şeyi, ürək istəyən yerdə, ürək istəyən vaxt eləyir. Nə abır bilir, nə izzət bilir, nə böyük bilir, nə kiçik bilir də, görmüsünüz. Kənd uşağı, əksəriyyətimiz bilirik mən nə edirəm. İnsan da heyvanlaşır belə. Mənim ürəyim istəyir belə giyinim. Ağıllı adam oturur, düşünür, yox ya, mən Azərbaycanlıyam, mən müsəlmanam, mən belə giyinməməliyəm, kəndin, elmin, obamın adəti var, ürfün nəzəri var, mən bunları nəzərə almalıyam, mən insanam, mən gərək hər şeyimə diqqət edeyim. Yox, ürəyin istəyir, ged nə istəyirsən elə. Bu olmadı.
ürəyimiz istəyənlə ağlımızın tələbin ayırt eləyə bilmək ağıl əlamətidir. Bəxtiyar Vahabzadənin bir gözəl şeiri var. Dahi şairimizin ruhu şad olsun. Deyir ki, ağıl başqa, ürək başqa. Bir-birinə bənzəsə də, yel başqadır, külək başqa. Haqqın yolu öz yolumdur, əyilməyən düz yolumdur. Xeyirlə şər sağ solumdur, şeytan başqa, mələk başqa. Bir arzuya mən calandım, gah qazandım, gah talandım. Ömrüm boyu haçalandım, ağıl başqa, ürək başqa. Fikir versiz özünü tənqid eləyir. İnsan gərək haçalanmasın ağılla ürəyin arasında. İnsan bir dənə ağla qulaq assın. Ürək çox şeyi səhv istəyə bilər. Nəfs çox şeyi səhv istəyə bilər. Ağla qulaq assın insan. Ağıllı insanın nadan insandan dostluğu da fərqli olur. Ağıllı adamla dostluq eləsən xoşbəxtsən, nadan insanla dostluq eləsən dərdqubardır. Niyə? Ağıllı insan dostluq eləyəndə dostundan lazımsız təmənnalar eləmir. Bəziləri gözləyir ki, gərək dostu bunu hər gün səhərdən axşama axtarsın. Dostluğu birisi nəyə bənzədirlər? Hər gün mənə zəng elə. Hər gün mənə maraqlan. Maraqlanma küsüm səndən. Bugün mənə axtarma küsüm səndən. Bəziləri belə gözləyir. Amma insan ağılla oturub düşünəndə görür ki, yox, mən niyə cəmaatı cəmaatın işi gücü qutarıb mənə maraqlanmalıdır. Cəmaatın bugün dərdi var, səri var, xəstəsi var evində, işi var, gücü var, onun da öz qayğıları var. Elə işin gücün qutarıb elə səhərdən axşama mənə zəng vurmalıdır, mənə maraqlanmalıdır. Ağıllı insan bugün cəmaatı qınamaz, valla cəmaatı qınamaq olmaz. Bu mənada ki, mənə niyə maraqlanmırsınız? Cəmaatın hamısının problemi özü boydadır. Cəmaat işin gücünü atıb elə sənlə maraqlanmalıdır. Maraqlanar mənimlə sağ olsun, maraqlanmaz da yenə sağ olsun. Mən niyə inciyim mənimlə maraqlanmayan insandan axı? Hətta mənim özümdən də bəzən bu təmənnanı eləyirlər. Ona görə ağıllı insanın dostluğu çox fərqli olur. İncitmir dostunu. Özünə görə əziyyətə salmaq istəmir dostunu. İstəmir dostu düşüb qalsın bunun bütün günü səhərdən axşama mənimlə maraqlanın, mənimlə maraqlanın. Bu üzr istəyirəm, ağıllı adamın hərəkəti deyil. Sözümü onu gətirirəm ki, ağıllı insan anlayış göstərmək qabiliyyətinə sahibdir. Ağıllı insan başa düşmək qabiliyyətinə sahibdir. Ağıllı insan özünü sənin yervə qoya bilmək iqtidarına sahibdir. Ağıllı adam odur ki, qarşısındakı adama baxıb onu tənqid eləməzdən əvvəl özün onun yerinə qoymağı bacarsın. Bir düşünsün ki, mən onun yerində olsaydım, nə eləyə bilərdim? Deyir ki, axmaq adama külli Quranı oxuyasan bir şey başa düşməz, Arifə bir barmağı qaldırasan tövhidi başa düşər. Bir barmağı göstərəsən tövhid başa düşər. Nadana otur Quran oxu ginən səhərdən axşama heç nə başa düşməz. Ona görə də İmam Əli əleyhissalam buyurur ki, düzgün işlərin çoxluğu, həyatımızdakı düzgün işlərin çoxluğu ağlın çoxluğundan xəbər verir. Bir adamın ki, həyatında səhv işlər çoxluq təşkil eləyir, nəyin göstəricisidir? Ağlı zəifdir. İnsanın hansı mövqedə dayanması, yadınıza gəlir, dünən dedik ki, insanın hansı mövqedə dayanması onun səviyyəsinin göstəricisidir və bu səviyyəni də yaradan ağlıdır. Səviyyəmiz ağlımıza ondan nə qədər istifadə eləyə biləcəyimiz məsələsinə görə bağlıdır. Yəni, İnsanın səviyyəsi niyə artır? Ağlından nə qədər çox istifadə edirsə, səviyyə artır. Ağlından nə qədər az istifadə edirsə, səviyyəsi azalır. Kərbəlada bir misalla sözümü tamamlayım. İndi sual verərsiniz ki, bu mövzunun Kərbəla insanı ilə necə əlaqəsi var praktiki olaraq? Gəlin bir nümunəni sizə deyim. Yavaş-yavaş zikr müsibəti deyək, əzadarlığa başlayaq inşallah. Kərbəlada ağıldan gözəl istifadə edən insanlardan biri də Kərbəla şəhidi Hürr ibn Yazid Riyahidir. Hürr, İmam Hüseyin əleyhissalam Kufəyə gələndə yolun bağladı İmam Hüseynin. İmam Hüseyin görür ki, 1000 nəfərlik dəstə ilə Hürr kəsib qabağını. Kufədən durub gəliblər, Neynəva çölündə İmam Hüseynin qabağını kəsirlər. İmam Hüseynin bütün karvanının üzün döndərirlər Kərbəla çölünə tərəf. O susuz çölə tərəf. İmam Hüseyin baxdı Hürrün dəstəsinə, biraz danışdı onlarla, gördü yox.
Nə icazə vermirlər İmam Hüseynə geri qayıtmağa, nə icazə vermirlər Kufəyə getməyə. İmam Hüseyn biraz söhbət elədi, gördü alınmadı. Bunlar qəbul etmədilər. Biraz İmam Hüseyn baxdı, gördü ki, Hürrün özü də, əskərləri də, atları da susuzdur. İmam Hüseyn əmr verdi öz tərəfdarlarına, Hürrün əskərlərinə də, heyvanlarına da su verin. Başladılar su verməyə. O qoşuna İmam Hüseyn su verdi ki, özün susuz öldürəcəkdilər. Ləqit İbn Təan adında bir şəxs var idi, Hürrün qoşunundaydı. Deyir, mən Hürrün qoşunundaydım, elə ki eşitdim ki, İmam Hüseyn əmr verdi ki, bizə su versinlər, biz də susuzuq. Deyir, xəcalətimdən öldüm, girdim yerə, bizim dillə desək. Getdim bir küncdə bir yer tapdım, dedim ki, sən necə kişisən ki, gəlmisən, yolun bağlayırsan, o sənə su verir. Utan, öl yerə gir, onun verdiyi suyu içəcəksən. Özümü danlaya-danlaya bir küncə çəkildim ki, mən o içmərəm o sudan. O sudan içsəm xəcalətimdən ölərəm. Bunu tarix yazır, Ləqit İbn Təan. Bir də onda gördüm ki, Əba Əbdillah əlində su qabı düz mən tərəfə gəlir. İmam Hüseyn düz gəlir mənə tərəf. Gəldi, deyir, mənə yaxınlaşdı, dedi ki, qardaş oğlu, götür suyu iç, öz atı da sula, özü mənim üçün susuzdur, mənə su verdi. Deyir, öz-özümə dedim ki, biz nə bədbəxt adamlarıq ki, belə kişini öldürməyə gəlmişik, belə kişinin yolunu bağlayırıq. Mən deyərdim ki, gərək orada özünə axmaq deyərdi, bədbəxt yox. Deyərdi ki, biz nə axmaq adamlarıq ki, belə kişi ilə mübarizə aparırıq. Biz nə ağılsız adamlarıq ki, İmam Hüseyn kimi kişi ilə mübarizə aparırıq. Və namaz vaxtı çatdı, Hürrün qoşunu bir tərəfdə, İmam Hüseynin qoşunu bir tərəfdə. Namaz vaxtı çatdı, azan verildi. İmam Hüseyn Hürrə xəbər göndərdi ki, Hürr, namazı öz qoşununla qılacaqsan. Hürdən cavab gəldi ki, ya İmam Hüseyn, biz sənə iqtida eləyib qılacağıq. Düşmən qoşunudur, İmam Hüseynə iqtida eləyib namaz qıldı. Düşmən kimi gəlib, amma səviyyəli kişi daxı, özünə yaraşdırmır İmam Hüseyni tək qoyub gedib namaz qılmağı. Fikir verin, sanki hidayət olması üçün bir bəhanə qoyur, ayaq yeri qoyur, görürsünüz? Aşura günü bir dəstə yazır Aşura günü, bir dəstə yazır Aşuradan bir gün əvvəl. Düşmən qoşunundadır Hür. İndi İmam Hüseynin yolunu bağladı, çıxdı, getdi, qoşuldu tezdən Ömər ibn Səadədə, qayıtdı öz qoşununa. Sərkərdədir, döyüş rəhbəridir, generaldır, bizim dillə desək. Döyüşkən insandır, Kufənin ən mərd, ən döyüşkən, qorxmaz kişilərindən biridir Hür. Gördülər Hürrün bədəni bir dənə əsməyə əsir. Çoxsu başa düşmədi, dedilər ki, Hür ya xəstələnib, ya da ağlını itirib. Niyə? Dedilər, ay Hür, sən elə döyüşlərdən çıxmısan ki, indi sən 72 nəfərdən qorxursan. Hürrün bir yaxını var idi, tərəfdarı var idi orada. Bəzi dəstə yazır əmsi oğlu, bir dəstə yazır öz qardaşı idi. Bizə fərq etməz, doğma bir qohumu idi. Gəldi Hürrün yanında, dedi ki, Hür, nə olub sənə belə? Niyə belə əsirsən, itirmirsən özünü, ora gedirsən, bura gəlirsən? Hür dedi ki, mən özümü cənnətlə cəhənnəmin arasında hiss edirəm. Amma mən heç vaxt cənnəti qoyub cəhənnəmi seçmərəm. Dedi, bilirsən, istəyirəm gedim qoşulum İmam Hüseynin qoşununa. Bu baxdı, ağlamaq tutdu onu, dedi, Hür, mübarək olsun bu qərarın. Mən də gedirəm səninlə. Deyir, gördülər, gəlir İmam Hüseynin qoşununa tərəf, amma necə gəlir? Qılıncın çıxardıb tutub əlində, ayaqqabıların çıxardıb salıb boğazından yerə, dizin başı aşağı gəlir İmam Hüseynə tərəf. Gəldi İmam Hüseynə çatanda, orada Rüqəyyəni gördü, İmam Hüseynin qızlarını gördü, lap xəcalət çəkdi. İmam Hüseyn bir kəlmə sözüdür ona, dedi ki, Hür, başı qaldır. Bizim yanımızda xəcalətlidir, amma Allah tövbəvi qəbul elədi, qaldır başı. Və İmam Hüseyndən icazə aldı, dedi, ağa, icazə ver sənə qarşı elədiyim səhvi ilk şəhid olmağımla yuyum. Və ilk şəhidlərdən biri oldu Hür. İndi sözümün canı buradadır. Hür sözünün mənası azad deməkdir. Biz də istifadə edirik, hürriyyət. Hürriyyət yəni azadlıq. Hür həqiqətən də azad düşünə bildi deyə düzgün qərar qəbul edə bildi.
Və Şeyx Ənsaridən soruşurlar ki, böyük alimimizdir Şeyx Ənsari, sual verirlər ona ki, ağa biz Peyğəmbərin bir hədisini eşitmişik ki, Peyğəmbər buyurub bir saat düşünmək 60 ilin ibadətindən fəzilətlidir. Bu necə mümkün olar axı? Şeyx Ənsari cavab verdi. Hürrün Aşura günü düşünməsi kimi düşünmək 60 ilin ibadətindən üstündür. 60 il ibadətdən üstü olan düşünmək hür kimi düşünməkdir ya. O düşünmək ki, səni həqiqətə qovuşduracaq. O düşünmək ki, haqqın yanında özü tapacaqsan. O düşünmək ki, batildən üst çevirəcəksən. O düşünmək də 60 il ibadətdən üstün. Yəni, o ağıl ki, səni haqqa bağlayacaq, həmin ağıldır qiymətli olan.